Sənə mesaj var. Açırıq Quranın Təlaq surəsini. 2-ci və 3-cü ayəsində oxuyuruq. وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ. Kim Allahın qarşısında təqvalı olsa, Allah onun üçün bir çıxış yolu qoyar və ağlına, gümanına gəlməyəcəyi yerdən ona ruzi yetirər. Tələsməyin. Biraz da aşağı düşək. 4-cü ayənin sonunda oxuyuruq. وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا. Kim Allahın qarşısında təqvalı olsa, Allah onun işini asanlaşdırar. Tələsməyin. Bir ayə də aşağı düşək. 5-ci ayənin bir hissəsində oxuyuruq. وَمَنْ يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا. Kim Allahın qarşısında təqvalı olsa, Allah onun pisliklərinin üzərindən keçər, yəni bağışlayar və onun mükafatını böyük edər. Deməli, kim Allahın qarşısında təqvalı olsa, bir, Allah onun üçün bir çıxış yolu qoyar və həmin kəsin ağlına gəlməyəcəyi yerdən ona ruzi yetirər. 2, onun işini asanlaşdırar. 3, pisliklərinin üzərindən keçər, üstünü örtər və ona böyük bir mükafat verər. Bu, Allahın vədidir. Allah öz vədinə xilaf çıxmaz. Yaxşı, Allah qarşısında təqvalı olmaq nə deməkdir? Təqvaya bir çox mənalar veriblər. Bizim dildə onun ekvivalenti pərhizkar olmaqdır. Bir növ Allahın qarşısında özünə nəzarət etməkdir. Öz əməllərinə, öz rəftarına göz qoymaqdır. Öz vəzifənə əməl etməkdir. Allahın qüdrətindən, heybətindən çəkinməkdir. Özünə çəki və düzən verməkdir. Gəlin bu ay Allahdan təqvalı olmaqda müvəffəq olmaq istəyək.